Rut. 4-cü fəsil. Boazın Rutla evlənməsi. Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs elədiyi qəyyum oradan keçirdi. Onu görən Boaz, "Ay filan kəs, bir dön, burada otur," dedi. O da gəlib orada oturdu. Şəhər ağsaqqallarından 10 adamı çağırıb, "Siz də burada oturun," dedi. Onlar da gəlib orada oturdular. Boaz həmin qəyyuma dedi. Moav torpağından qayıdan Naomi, qardaşımız Elimeleyin zəmisini satır. Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu elə. Əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur. Yalnız səndən sonra mən varam. O Boaza dedi. Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm. Boaz dedi. Zəmini Naomidən satın alarkən, onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın. Qəyyum olan adam dedi. Mən ona qəyyumluq eləyə bilmərəm. Yoxsa öz irsim dağlar. Mənim vəzifəmi sən öz öhdənə götür. Mən qəyyum ola bilmərəm. Qədim zamanlarda İsraildə belə bir adət var idi. Qəyyumluq vəzifəsini icra eləyərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi. Qəyyum olan adam Boaza dedi. Sən özün satın al. Sonra da o öz çarığını çıxardı. Boaz ağsaqqallara və bütün xalqa dedi. Siz də bugün şahidsiniz ki, mən Elimeleyin bütün mülkünü, Kilion və Maxlonun bütün mülklərini Naomidən satın alıram. Mərhumun adı öz irsi üzərində qalsın deyə, Maxlonun dul arvadı, Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurt qapılarından mərhumun adı silinməsin. Siz də bugün şahidsiniz. Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər. Biz şahidik. Qoy Rəbb sənin evinə gələn qadını, İsrail evini quran 2 qadın Rəhilə və Liya kimi eləsin. Efratada qüdrətli işlər görəsən və Betlehemdə adın tanınsın. Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yahudaya doğduğu Peresin evi kimi eləsin. Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. Qadınlar Naomiyə dedilər. Rəbbə alqış olsun ki, bugün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın. Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə 7 oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur. Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu. Qonşu qadınlar ona ad qoyub dedilər. Naomi üçün oğul doğulub. Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır. Davudun nəsil şəcərəsi. Peresin nəsli budur. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Aminadav törədi. Aminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Boaz törədi. Boazdan Oved törədi. Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.